İnkişafa, bütöv tərəqqiyə, xalqımızın xoşbəxtliyinə, bütün bunları reallığa çeviren, yaradan ve yaşadan Heydər Əliyev siyasetine, bu siyasetin en layıklı davranışçısı olan Cenab Prezident İlham Əliyev'e səs vermeye çağırırıq. Gelin bir yerdə söyleyək, İlhamla ileri, bir de söyleyək. Benim işaremle 3, 4. Əla. Vahabova'ya, Yeni Azərbaycan Partiyasının İsmailli Rayon Təşkilatının sədri, rayon seçki qərargahının rəhbəri. Buyurun. Əziz İsmailliler, əziz seçiciler, sizin hamınızı, sizin simanızda bütün İsmailli əhalisini, bütün İsmailli seçicilerini rayon seçki qərargahı adından salamlayırıq. Böyük vəzifələr durur. Azərbaycanı xoşbəxt gələcəyə, Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirməyə yalnız Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev qadirdir. Və biz İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyə irəli gedə bilərik. Ona görə də güclü Azərbaycan naminə, güclü liderə səs verməliyik. Mən inanıram ki, yerlərdə keçirilən görüşlər sübut eləyir ki, bütün İsmailliler Cenab-ı İlham Əliyevi dəstəkləyir. Bütün İsmailliler seçki günü seçki məntəqələrinə gələcəklər, qəlblərinin səsinə qulaq asacaqlar və Yeni Azərbaycan Partiyasının liderinə səs verəcəklər. Mən buna inanıram. Yaşasın müstəqil Azərbaycan! Güclü Azərbaycan naminə, güclü dövlət naminə ilhamla ileri. Sağ olun, teşekkür ederim. İndi isə çıxış için söz verilir Millət Vəkili Novruzəli Aslanov cənablarına. Əziz həmyerlilər, əziz İsmailliler, bugünkü bu möhtəşəm bir gündə sizinlə bir yerdə olmaq, sizinlə bu gözəl günü bölüşmək, bu vəziyyətdə öz əməyini, öz gücünü, öz ağlını, öz zəkasını heç vaxt, heç zaman əsirgəmir. Mənim əzizlərim, bu yaxınlarda mən televiziya vasitələrində bir sual eşitdim. O sualı hamınız siz də eşitdiniz. Sual ondan ibarət ki, biz hara gedirik? Mən istəyirəm cavab verin. Biz gedirik uğurlu gələcəyə. Biz gedirik daha da inkişaf etmiş Azərbaycana. Biz gedirik inkişaf etmiş, güclü olan Azərbaycana. Biz gedirik stabil bir ölkəyə. Və mən inanıram ki, ayın 9'unda bizim İsmailliler yetkinliklə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarına səs verəcəklər və bizim gələcəyimizə, bizim inkişafımıza öz qüdrətli, öz əzəmətli, öz nüfuzlu səslərini verəcəklər. Sağ olun, var olun. Yaşasın İsmailliler, yaşasın Azərbaycan, yaşasın Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənabları. Ərazi bütövlüyünü dəstəkləyirlər. Biz artıq bir həftədən çoxdur ki, İsmailli rayonunun müxtəlif kəndlərində, qəsəbələrində görüşlər keçirmişik. Keçirilən görüşlər bir daha sübut edir ki, Azərbaycanın bölgələrindən biri kimi İsmailli seçiciləri, İsmailinin bütün insanları Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər. Burada hörmətli Novruzəli müəllim dedi, bizdən soruşurlar ki, İlham Əliyev sizi hara aparacaqdır? Və cavab birdir, İlham Əliyev bizi işıq gələn tərəfə aparacaqdır. Və mən inanıram ki, İsmailli cəmaatı, bütün Azərbaycan seçiciləri öz işıqlı gələcəyinə səs verəcəkdir. Bugün Azərbaycan dünyanın ən stabil ölkələrindən birinə çevrilmiştir. Seçicilərimiz Azərbaycanın stabiliyinə və gələcək inkişafına səs verəcəklər. Bu istiqamətdə sizin hər birinizə uğur arzulayıram və deyirəm, eşq olsun İsmailli cəmaatına. Sağ olun. İlhamlı günleri Azerbaycan görsen tanımazsan dokunmasa başımın üstünde üç renkli bayrak seni kaytaracak alanlara. İlhamlı günleri Azerbaycan
Kudret əzəmət yenilməz daha